ürək, hisslər, film, bütün ruh, ürək, hisslər, bunlar hamısı bu kateqoriyaya gedir. Ondan sonra gəlir vicdan. Təbii ki, dövlət qanunlar qoyur, din qanunlar qoyur, təhsil sistemi qanunlar, iş sistemi, hər yerdə qanun görür, düzdürmü? Amma bizim içimizdə bir qanun qoyucu qüvvə var, o da vicdandır, tərəzi rolunu oynayır. O bizə əslində qalsa içimizdə nəyin doğru yanlış olduğunu oradan deyir sənə, düzdür? Bir də nə hissi var bizdə? Şəhvət. Bu artıq sənin hisslərini oyadan bütün fəaliyyətlər, hər bir şey səndə o şəhvət hissini ayrı edir. İndi, baxın, istənilən bir fəaliyyəti görmək üçün bəzən bunların dördü də o şeyi istəyir. Bəzən üçü istəyir, bəzən ikisi istəyir, bəzən biri istəyir. Bəzən də biri onu istəyəndə o birisi ona mane olur. Ona görə bizim içimizdə bu şeylərdə qırğın gedir içimizdə. Edib, etməyim. Yataqdan bu dəqiqə qalxım, yoxsa 5-10 dəqiqədə yatım. Bütün bu şeylər bunların içində baş verir. İndi gələk baxırıq birlərə. Ağıl təsdiqləyir bir eləməyi. Başa düşür, məntiqlə başa düşür, mən bunu eləməliyəm. Ruhum da istəyir onu eləmək. Bəzən çətin bir şeydir, sənə çətin gəlir, həyəcanlı gəlir, ay Allah, intervyuda görürsən necə olacaq, həyəcanlısan, amma bəzən səhnəyə çıxmalısan, həyəcanlanırsan, amma yenə də istəyirsən onu eləməyə. Çünki bu sənə həyəcan vericidir və bilirsən ki, həyatında dəyişiklik olacaq. Vicdanın sənə deyirmi? Bunu elə, bu sənin üçün şeydir. Şəhvət, yəni, başda istəmir, yəni əziyyət çəkmək, amma nə vaxt o şəhvət hissi tətmin olunur, o uğurla yerinə yetirəndən sonra təşəkkürlü olursan, alqışlanırsan, təbrik edirlər, onda ləzzət edir ona, düzdür? O uğuru qazanandan sonra. İndi, baxır ikilərə.